Elxan, yəni konkret götürəndə Elxan bədii obrazdır. Babək 7-ci əsrdə Xürrəmitlər hərəkatının başında duran öncülü Elxan, Babək, yəni din pərdəsi altında Allahu Əkbəri başının üstündə bayraq eləyib, ölkələri işğal eləyən işğalçılara qarşı qalxmış, oyanmış Azərbaycan dilavəri idi. Azərbaycan qəhrəmanı və Azərbaycan cəngavəri idi ki, 22 il Ərəb xilafətinə qarşı mübarizə apardı. Və mən inanıram ki, mübarizə apara onun içində bir Allah vardı. Akşin! Yok Akşin! Sen İslam mı yoldun? Olabilmez.